Salam aleykum. Karbon və kükürddən ibarət 20 qram qarışıq. Deməli, karbonu yazıram A mol, kükürdü yazıram B mol. Onda bu olacaqdır 12A üstə gəlinsin 32B bərabərdir 20-yə. İndi reaksiyamızın tənliyini yazırıq. Kükürd üstə gəl, karbon üstə gəl oksigen. Əmələ gəlir karbon dioksid. Bura A mol yazanda bunların qabağına A mol yazacağım. Sonra B mol kükürt də yanında B mol oksigende B mol kükürt deməli dioksid əmələ gəlir. İndi burada biz fikir veririk ki, oksigenin kütləsinin zamandan asılı qrafikana görə oksigen M qram sərf olub. Birinci reaksiyada oksigen deməli 32A sərf olub qram olaraq. İkincidə 32B sərf olubdur və bu da M qram deməkdir. Baxın 4 M-dən 3 M düşüb M qram sərf olub. Buradan da A üstə gəl B bərabərdir M böl 32. Biz bunu buradan müəyyən elədik ki, artıq yəni hər tərəfi burada böldük. A üstə gəl B buradan bərabərdir 32. Artıq bu hazır. İndi sualımıza baxaq. Burada yazıb ki, birinci prosesin sonunda alınmış qaz qarışığının orta molekyül kütləsi 36. Yəni birinci reaksiyanın sonunda A mol CO2 alınıb. Yazıram A mol CO2 alınıb. B mol kükürt dioksid alınıb. Bir də baxın 3M qramla. 3M qram deməli oksigen qalıbdır. Sadəcə bunu mola çevirmək üçün bunun molekyül kütləsinə böləcəm. Çünki qramı mola çevirmək üçün molekyül kütləsinə bölmək lazımdır. Oksigenin də molu 3M böl 32 elədir. Aydındır, bu da bunun molu. Yəni CO2'nin molu A'dır. SO2'nin molu B'dir. Oksigenin də molu 3M böl 32'dir. İndi biz buradan orta molekyül kütlə, baxın. Orta molekyül kütlə 36 bərabərdir. Birinci yazıram. Baba, birinci bu gəlir. 44A yəni M1-1. Sonra bu 64B M2-2. Sonra bu bunun moludur. 3M böl 32'ni vururam bunun molekyül kütləsinə. Aşağıda M molları yazıram. A CO2'nin molu, B SO2'nin molu, 3M böl 32 də oksigenin molu. İndi buradan artıq biz bunu yazandan sonra baxın, bu 32'lər getdi ixtisara. Burada qaldı deməli 36 bərabərdir 44A üstə gəl 64B üstə gəl 3M. Sadəcə M-i yerinə nə yazacağım mən? Baxın, M-i yerinə nə yazacağım? 32A plus 32B. Yəni 3'ü də 32. Bax, M-in yerinə nə yazaram? Baba. 32A plus 32B. Bu da nə eləyir? 96A plus 96B eləyir də. Pozuram, nə yazaram? 96A plus 96B. Aşağıda A üstə gəl B üstə gəl. Fikir verin. 3 nəyə vurulub burada? M böl 32'ye. 3 nəyə vurulub? M böl 32'ye. M böl 32 neçədir? Burada baxın, diqqətən bax, qaralayıram, dairələdim. M böl 32'nin yerine yazacağım? A plus B yazacağım. Aydındır. Artıq da burada həll eləyirik. Yenə yuxarıdakını, yəni tam həll eləyirik də. 36 bərabərdir 44A üstə gələk 96A neçə eləyir? 44 ilə 96 eləyir. Deməli 140A. 64B ilə də deməli 96 neçə eləyəcəkdir? 160B. Aşağıda da 36'nı vururam 4A plus 4B'yə. Yəni 4A plus 4B. Və salam, buradan biz tapırıq ki, A bərabərdir 4B. Deməli, mən həll elədim. Tapdım ki, A nəyə bərabərdir? A buradan bərabərdir deməli 4B'yə. İndi burada yazıb ki, birincidə 28-ci suala baxaq. 28-ci sualda baxın, mən tapdım ki, A nəyə bərabərdir? 4B'yə. 28'də deyir ki, karbon və kükürddən ibarət ilkin qarışıqda karbonun kütlə payı. İndi burada mən A bərabərdir 4B tapmışdım.
Bu hissəni görürsə, bu hissəyə baxın diqqətlə. Buranı görürsünüz. Burada A-nın qiymətini yerinə yazıram. Nə yazıram? 12 vurulsun A-nın yerinə 4B. Sonra 32B bərabərdir 20. Bu eləyir 80B bərabərdir 20. B bərabərdir 0,25. Deməli, ilkin qarışıqda kükürt 0,25 mol olub. Və A da 4B'dir. A da bərabərdir 4 vurulsun 0,25. 1 mol da karbon olub. Artıq mən tapdım ki, deməli A burada neçə oldu bizdə? A oldu bizdə deməli 1 mol. B da oldu 0,25 mol. Artıq biz bunları deməli müəyyən elədik. Artıq bu bizə məlum oldu. İndi artıq bu da nə deyir? Karbon və kükürtdən 28-ci suala baxın. Karbon və kükürtdən ibarət qarşıda karbonun kütlə payı. Karbon burada 12-dir. 0,25-i də 32-yə vuranda eləyir 8 və 12 bölünsün. 12 plus 8 vurulsun 100. 12-ni 20-yə böləndə 60%. Yəni birincidə demək karbonun kütlə payı 60%. Kükürdün mol miqdarı da dedi ki 0,25. Demək birinci sual 28-ci sualın cavabı məlumdur. 60% və deməli 0,25 molda kükürt. Aydındır. İndi nə yazıb? Birinci proses, 29-a baxın. Birinci prosesin sonunda alınan qaz qarışığının oksigenin mol payı. Yəni mən dedim ki, A bərabərdir 1. Deməli CO2 1 mol. Alınan qaz qarışığı. SO2 B 0,25 olduğuna görə bu da 0,25 molda SO2. İndi burada fikir verin diqqətdən. Oksigen 3 M bölü 32'dir. 3 qalır yerində. M bölü 32'nin yerinə nə yazacağım? Bayaq da mən dedim, bax. A plus B yazacağım. Baxın, çətin söz demədim. Bax, 3 vurulsun. M bölü 32. M bölü 32'yə nə yazacağım? A plus B. A plus B də yəni bunların cəmidir da. Baba bunların cəmi. Yəni A plus B-nin yerinə nə yazacağım? 1,25 yazacağım. 3'ü də mən 1,25'e vuranda eləyir 3,75 də oksigen. Mənə deyir oksigenin mol payı. Bunların cəmi üstə gəlir 1 üstə gəlir 0,25 5 eləyir. 3,75'i də 5'e bölüb 100'e vuraq. 3,75 bölü 5 vur 100. Bu da 75% eləyir. Və tapdıq ki 29-cu sualın cavabı da 75% edəcək. İndi qaydaq bu hissəyə. Burada biz dedik ki reaksiya zamanı 1 mol CO2 yəni 44 qram. 0,25 mol 30 deməli SO2 yəni 16 qram. Yəni 60 qram. 60 qram burada bu qaz qarışığı artım yaradır. Deməli bu omega bərabərdir. Deməli omega nə qədərdir burada? 3%. 60 bu artım yaradanı yuxarıya da məhlulun kütləsini bilmirəm. Vur 100. Buradan da 60 vur 100 böl 3. Bu 2000 eləyir. Deməli məhlulun kütləsi 2000 imiş. Bu da getdi. Burada deyir ki əgər ikinci proses zamanı 5% natrium OH məhlulu istifadə olunsa, yəni 2000-in 5%-i neçə eləyəcəkdir? Deməli 100 qram. Bu 100 qram natrium OH eləyir. Biz tapdıq ki natrium OH 100 qramdır. 100 qramdır. Deməli natrium OH 100 qramdır. Bunu bölürəm 40-a. Deyəcəm nəyə görə bölürəm. Amma qaz qarışığı, yəni CO2 ilə deməli SO2 bir yerdə 1,25'dir. 1,25'dir. Yəni 100'ü bölürəm 40'a. Bu eləyir 2,5. Bu qaz qarışığıdır 1,25. 2,5'i 1,25'e böləndə 2 böl 1 nisbəti eləyir. Biz bilirik ki natrium OH CO2 ilə və SO2 ilə fərq eləməz. 2 böl 1 nisbətində normal duz əmələ gəlir və su əmələ gəlir. Eləcə də SO3-dən natrium KSO3 amma 1 bölü 1 nisbətində turş duzu alınır.
Yəni yazıda gəlir bax. Natrium hidroksid üstə gəl CO2. Natrium hidroksid üstə gəl SO2 2/1 nisbətində. Buradan normal duz. Natrium 2 CO3 üstə gələk su. Natrium 2 SO3 üstə gələk su. Amma 1/1 nisbətində natrium hidrokarbonat da su alınmır. Və natrium hidrosulfit alınır. İndi buradan biz 2/1 nisbət tapdığımıza görə bu normal duz alınacaq. Deməli biz tapdıq ki, buradan normal duz alınacaqdır. Ona görə biz o tənliyi yazırıq. Yazırıq o tənliyi. Deməli natrium hidroksid üstə gəl CO2, natrium 2 CO3 üstə gələk su, sonra natrium hidroksid, SO2, natrium 2 SO3 üstə gəl su. Deməli CO2 1 mol idi. Buradan deməli bu zaman alınacaqdır. Deməli bu zaman buradan 106 qram deməli duz alınır. Bu isə 0,25'dir. Bunun özünün maliyyə kütləsi natrium sulfitin. 2 vur 23 üstə gəl 32 üstə gəl 48. 105 eləyir. 105'i vururam 0,25'e. Bu da deməli natrium sulfiti bir də hesablayaq. 46 üstə gəl 32 üstə gəl 48. Bu 126 eləyir. 126'ını vururam 0,25'e. Bu da 31,5 eləyir. Ümumən toplayanda bu deməli 137,5 edəcəkdir.